Bakıda orijinal Hatay üsulu dönəri bax burada verirlər. Əslində dönərin bu növünü çox yerdə verirlər, amma orijinalının bax burada verildiyini yenicə bilmiş oldum. Məkan sahibinin dediyinə görə Bakıdakı əksər restoranlardan fərqli olaraq burada məhz Türkiyədən gətirilmiş sos istifadə olunur. Yəni Hatay üsulunun öz sousundan. Ona görə də o ləzzəti məhz burada almaq mümkündür. Biz bu məkanda standart Hatay üsulu toyuq dönəri, Hatay üsulu çedarlı ət dönəri, bir dənə zurna dönər, Sezar rol və plov üstü ət dönərini yoxladıq. Abi çok tatlıdır. Allah'ın ətim gözəlliyinə var içində. Hatay üsulu onsuz da dadlı bir nemətdir. Orijinal formasını yeyəndə isə 2 qat ləzzət alır adam. Bir dənəsi 4 manat 50 qəpikdir. İçinə 100 qram ət qoyulur ki, bu da bir dönər üçün mən bilən ideal miqdar sayılır. Ümid eləyirəm ki, hamıya belə bol təqdim eləyirlər. Zurna dönər isə o qədər uzundur ki, bunu bir nəfər yeyib bitirsə axşama kimi acmaz. Ya da az yeyimli 2 nəfər də alıb ortadan bölüb yeyə bilər. Bir dənəsi 6.50-yədir. Amma sizə deyim ki, burada ən çox bəyəndiyimiz Hatay üsulunun çedarlı variantı oldu. Xüsusilə ətlə çox şedevr dadı var. Free kartof standart, nuggetslər normal, Sezar rol yaxşı idi. Plov üstü dönərdə isə ətin bolluğu diqqətimizi çəkdi. Sanki plova ətdən çəpər hörmüşdülər. Bax bu şəkildə servis olunur. Bir porsiyası 9 manatdır və sizə deyim ki, qəpiyinə qədər haqq edir. Uzun sözün qısası, istər uzun, istər qısa, hər ölçüdə əsl Hatay üsulu dönəri yoxlamaq istəsəz, Elmlər və Targovdakı filiallara baş çəkə bilərsiniz.